Salam dostlar, yeni videoma xoş gəlmisiniz. Kanalıma abunə olub videomu bəyənməyi unutmayın. Bugün bir izləyicimin göndərdiyi hekayəni səsləndirəcəm. Elə isə videoya keçək. Salam, əziz gecənin rəhbəsi izləyiciləri. Mən Zəhra, 23 yaşım var. Sizə bu sətirləri Lənkəranın rütubətli, yağışlı bir kəndindən pəncərəmdən o qaranlıq meşələrə baxa-baxa yazıram. Amma yazdıqlarım sadəcə qorxulu bir nağıl deyil. Bu, bir insanın həyatının necə məhv olduğunun, gəncliyinin necə əlindən alındığının etirafıdır. Hər şey bundan düz 3 il əvvəl başladı. O vaxt mən sadə həyat dolu bir tələbə idim. Amma bir qadının kini, bir ananın lənəti mənim cənnətimi cəhənnəmə çevirdi. İndi danışacaqlarımı tək başına dinləməyinizi məsləhət görmürəm. Mən Gəncə Dövlət Universitetində 3-cü kursda oxuyurdum. Tələbəlik illərimin ən gözəl çağları idi. Həyatıma rəng qatan isə sevgilim Əhməd idi. Əhməd əslən bizim kənddən Lənkərandan idi, amma ailəsi illər əvvəl Almaniyaya köçmüşdü. Mən isə Gəncədə tələbə yataqxanasında qalırdım. Məsafələr uzaq olsa da qəlblərimiz bir idi. O, Almaniyanın soyuq küçələrindən mənə zəng edər, mən isə Gəncənin çınar ağacları altında ona cavab verərdim. Onu hələ canlı görməmişdim, sadəcə telefonda danışmışdıq. Amma insan bəzən səsə də aşiq olurmuş. Onun səsindəki o doğmalıq, o istilik məni özünə bağlamışdı. Gecələr yatağımda uzananda onunla quracağımız xoşbəxt ailənin xəyalını qururdum. Hardan biləydim ki, o xəyallar mənim kabusum olacaq. Bir payız günü dərsdən çıxıb yataqxanaya gedirdim. Yağış çiləyirdi. Telefonum çaldı. Əhməd idi. Səsində həmişəkindən fərqli, tələsik bir həyəcan var idi. Zəhra dedi. Mən daha dözə bilmirəm. O telefon ekranı mənə bəs etmir. Səni görmək istəyirəm. Bir neçə günlüyünə Azərbaycana gəlirəm. Ürəyim yerindən çıxacaqdı sanki. Əlim ayağım əsdi. Gəl dedim, gəl, gözləyirəm. Onunla doğma rayonumuzda, Lənkəranda görüşmək daha yaxşı olar deyə düşündüm. Həm də anamgildən icazə almaq rahat olardı. Dərslərimi bir təhər yoluna qoyub, Gəncədən avtobusa mindim. Yol boyu həyəcandan yata bilmədim. 2 gün sonra Əhməd Lənkərana çatdı. Mərkəzdəki parkda o böyük samavarın yanında görüşdük. İlk dəfə canlı görmək. O anı heç vaxt unutmaram. Şəkildəkindən daha yaraşıqlı, daha heybətli idi. Sanki illərdir tanış idik. Dəniz kənarında gəzdik. Xəzərin dalğaları sahilə vurduqca biz gələcəkdən danışdıq. Əhməd Lənkəranın dağ şənlərindən birində babasının o köhnə böyük evində qalırdı. Axşam evə gələndə anama hər şeyi danışdım. Anam münasibətimizi bilirdi, amma atamdan gizlədirdik hələlik. Ana dedim, Əhməd gəlib, bu gün görüşdük. Anamın gözləri güldü. Eləmi dedi. O zaman sabah onu səhər yeməyinə dəvət elə. Bir mən də görüm qızımın qəlbini oğurlayan o oğlana. Səhəri gün Əhməd bizə gəldi. Lənkəranın məşhur ləvəngisindən, kütübündən, qaymağından bir süfrə açdıq ki, gəl görəsən. Anam onu görən kimi çox bəyəndi. Əhməd çox tərbiyəli, böyük kiçik yeri bilən uşaq idi. Çay içəndə anam birdən dedi. Oğlum, əgər niyyətiniz ciddidirsə, bu yay ailələrlə birlikdə gözləyirik. Adını qoyaq bu işin, el aləm bilsin. Biz Əhmədlə bir-birimizə baxıb gülümsədik. O an dünyanın ən xoşbəxt insanı mən idim. Yay gəldi, Əhmədin ailəsi Almaniyadan elçiliyə gəldi. Hər kəs gülərüz, mehriban idi. Amma bir nəfər xaric. Əhmədin anası. Qadının üzündə elə bir soyuqluq, elə bir təkəbbür var idi ki, yaxınlaşmağa qorxurdu. Baxışları insanın içini deşirdi. Sanki mən nə qədər hörmət etsəm, çayını süzsəm, qulluğunda dursam da, o mənə buz kimi baxırdı. Sanki məni düşmən bilirdi. Hərdən göz ucu ilə baxanda görürdüm ki, dodağının altında nəsə pıçıldayır, mənə baxıb başını bullayır. Əhmədə deyəndə anam xasiyyətcə belədir, fikir vermə, zamanla isinər deyirdi. Buna baxmayaraq istəmə oldu, nişan üzüyü taxıldı. Mən artıq Əhmədin nişanlısı idim. Yay bitmək üzrə idi, Gəncəyə universitetə qayıtmalı idim. Bir gün Əhmədin anası mənə zəng elədi.
Səsi bu dəfə qəribə dərəcədə yumşaq, hətta şirin idi. "Qızım, Zəhra," dedi. "Gəncəyə getməmiş bir bizə də gəl. Baban gildəyəm, səninlə heç vaxt keçirə bilmədik. Biraz söhbət edək, tanış olaq. Gəlin qaynana kimi dərləşək." Təəccübləndim, amma çox sevindim. Şükür, nəhayət buzlar əriyir. Məni qəbul etdi, dedim öz-özümə. O gün gəldi. Ən gözəl paltarımı geyinib, bəzənib Əhmədin babasının kənddəki evinə getdim. Ev kəndin ən ucqar yerində, sıx meşənin kənarında yerləşirdi. Köhnə 2 mərtəbəli daş bir ev idi. Həyətində nəhəng ağaclar var idi. Günəş işığı həyata düşmürdü sanki. Qapıdan girəndə içmə səbəbsiz bir üşütmə gəldi. Qaynanam məni qapıda qarşıladı. Üzündə qəribə bir təbəssüm var idi, amma gözləri gülmürdü. Məni ivana çıxardı. "Otur qızım," dedi. "Sənə öz əlimlə şərbət hazırlamışam." Biraz sonra əlində bir stəkanla gəldi. Stəkanın içində qan qırmızısı rəngində buz kimi bir maye var idi. "İç qızım," dedi. Stəkanı mənə uzadaraq, "Bu bizim nəsildən qalma köhnə adətdir. Gəlin köçəcək qız qaynanasının əlindən şərbət içər ki, dili şirin, bəxti açıq olsun." Mən də saf-saf inandım. Stəkanı aldım, soyuq idi. Bir qurtum içdim. Dadı biraz qəribə, metal dadı verirdi. Sanki paslı dəmir yalamışdım. Biraz da turşməzə idi. "Biraz fərqli dadı var," dedim. Qaynanam gülümsədi. "İçində xüsusi otlar var. Ona görədir. Şəfadır, iç, axıra qədər iç." Mən o şərbəti son damlasına qədər içdim. Bilmirdim ki, içdiyim şərbət deyil, öz ölüm fərmanım imiş. O şərbət boğazımdan keçdikcə taleyimi də qara rəngə boyayırdı. Axşam evə qayıtdım. Çox xoşbəxt idim, amma başımda küt bir ağrı başlamışdı. Anama da danışdım ki, qaynanam dəyişib. "Çox yaxşıdır, yeməyimizi yedik, otağıma keçdim. Gecə saat 12 olardı. Yatağıma uzandım. Pəncərədən gələn ay işığı otağı zəif işıqlandırırdı. Gözlərim yenicə yumulmuşdu ki, otağın havası dəyişdi. Sanki kimsə pəncərəni açıb içəri buz kimi hava buraxdı. Sonra üzərimə dəhşətli bir ağırlıq çökdü. Elə bil Lənkəranın bütün dağlarını gətirib sinəmə qoymuşdular. Gözlərimi açmaq istədim, açdım. Amma barmağımı belə tərpədə bilmirdim. Bədənim daş kimi olmuşdu, iflic vəziyyətində idim. Sinəmin üstündə bir qaraltı hiss edirdim. Görə bilmirdim, amma orada idi. Nəfəs ala bilmirdim, ciyərlərim sıxılırdı. Sanki sümüklərim çatlayacaqdı. O qədər böyük bir təzyiq var idi ki, qabırğalarımın səsini eşidirdim. Qışqırmaq istəyirdim, səsim çıxmırdı. Boğazım düyünlənmişdi. İçimdən bildiyim bütün duaları oxumağa başladım. Ayətəl Kürsü, Fələq, Nas oxuduqca o ağırlıq sanki narahat olurdu. Biraz tərpəndi, sonra yavaş-yavaş sinəmdən qalxdı. Boğazımdan əl çəkdi. Dərin bir nəfəs aldım, sanki suyun altından çıxmışdım. Tər içində idim. Yəqin yorğunluqdandır, yol stresidir, dedim öz-özümə. Amma bu sadəcə başlanğıc idi. Ertəsi gün Gəncəyə yataqxanaya qayıtmaq üçün avtobusa mindim. Uzun yol idi, amma o qaranlıq kölgə məni izləyirdi. İlk gecə yataqxanada yatanda qəribə bir səs eşitdim. Dərindən gələn, quyunun dibindən gəlirmiş kimi boğuq bir səs. Sanki kimsə düz qulağımın dibində əyilib, nəm dodaqları ilə pıçıldayırdı. "Vaz keç bu sevdadan, vaz keç bu sevdadan, vaz keç." Səs getdikcə güclənirdi. Qadın səsinə bənzəyirdi, amma insan səsi deyildi. Cır metalik və soyuq bir səs. Otaq yoldaşım Aysel işığı yandıranda sıçrayıb oyandım. Qızlar başıma yığışmışdı. "Zəhra, nə olub, niyə qışqırırsan?" dedilər. Mən qışqırdığımı belə hiss etməmişdim. Günlər keçdikcə vəziyyətim daha da pisləşdi. Artıq gecələr yata bilmirdim, yuxudan qorxurdum. Çünki gözümü yuman kimi o gəlirdi. Dərslərimə gedə bilmirdim. Rəngim saralmış, gözlərimin altı qaralmışdı. Bir vaxtlar sinifin ən fəal tələbəsi olan mən, indi zombi kimi gəzirdim. Əhmədlə münasibətimiz pozulmuşdu. Səbəbsiz yerə dalaşır, ona qışqırırdım. İçimdə ona qarşı səbəbsiz, idarə edə bilmədiyim bir nifrət yaranırdı. Telefonda səsini eşidəndə əsəbləşirdim. Əhmədin anası isə tez-tez zəng edib, o şirin amma zəhərli səsi ilə soruşurdu. "Necəsən qızım, Gəncədə havalar necədir? Bir dərdin yoxdur ki, sıxılmırsan ki?" Bir gecə yenə yuxuya getmişdim. Yataqxana otağında tək qalmışdım. Qızlar rayona getmişdi. Birdən otaqda dözülməz bir qoxu hiss etdim.
Leş qoxusu, sanki otağın ortasında günlərlə qalmış heyvan ölüsü var idi. Ürəyim bulandı, sonra nəfəs səsi eşitdim. Çarpayımın düz yanında it kimi xırıltılı ağır-ağır nəfəs alırdı. Başımı yavaşca, qorxa-qorxa o tərəfə çevirdim və onu gördüm. Çarpayımın yanına çöməlmişdi. İnsana bənzər bir şey idi, amma insan değildi. Dərisi boz rəngdə palçıq kimi idi. Üstü başı cırıq-cırıq, köhnə əski parçalarından ibarət idi. Saçları pırtlaşıq, uzun və yağlı idi. Ən dəhşətlisi üzü idi. Gözləri yox idi, göz yerində sadəcə iki qapqara dipsiz çuxur var idi. Burnunun yerində iki deşik, ağzında isə sevrək, sivri və sarı dişlər. Mənə baxdı. Gözləri olmasa da baxdığını hiss edirdim. Və sırıtdı. Otaqda metal sürtünməsi kimi bir qəhqəhə yankılandı. Məni qova biləcəyini sandın, pis samur, dedi. Dodaqları tərpənmirdi. Səs birbaşa beynimin içində danışırdı. Mən istədiyim vaxt gələrəm, istədiyim vaxt gedərəm. Sənin canını almadan getməyəcəm. Əlini uzatdı, barmaqları qıpqırmızı, dırnaqları uzun və kirli idi. Köynəyimi cırıb qarnıma, sinəmə batırdı. Dərimin cırıldığını, ətimin qopduğunu hiss etdim. Acı o qədər real idi ki, kəkələyərək bismillah deməyə çalışdım. Dil damağım qurumuşdu. Bismillah deyən kimi o varlıq qulaq batırıcı bir çığlıq atdı. Pəncərələr titrədi, şüşələr zırıldadı. Otaqda qəfil soyuq külək əsdi və o qara tüstüyə dönüb yox oldu. Səhər oyananda yuxu olmadığını anladım. Qarnımda və qollarımda dərin qançır olmuş dırnaq izləri var idi. Ağlaya-ağlaya anamı yığdım. Hönkürərək hər şeyi danışdım. Anamın səsi titrədi. Tez gəl qızım, dərhal gəl. Burada masallı tərəfdə güclü bir molla tapmışam. Deyirlər nəfəsi çox güclüdür, səni ona aparacam. Gecə avtobusu ilə Lənkərana qayıtdım. Anam məni avtovağzalda qarşıladı. Gözləri yaşlı idi. Vaxt itirmədən həmin mollanın yanına getdik. Molla yaşlı, nurani bir kişi idi. Bizi görən kimi qaşlarını çatdı, əlindəki təsbehi yerə qoydu. Mənə diqqətlə baxdı. Qızım, dedi, sənin üstündə çox ağır bir nəzər, daha doğrusu köhnə bir cadu var. Sənin ulduzunu bağlayıblar, səni ölümə bağlayıblar. Məni evin arxasında pəncərəsiz qaranlıq bir otağa saldı. Otaqda sadəcə şamlar yanırdı. Ortaya bir qap su qoydu. Mənə suya bax və gözünü çəkmə, dedi. Molla ərəbcə dualar oxumağa başladı. Səsi getdikcə yüksəlirdi. Otağın havası ağırlaşdı. Şamların alovu titrəməyə başladı. Divarda kölgələr oynayırdı. Birdən otağın küncündə o varlığın sürəti göründü. Eyni ilə yuxumda gördüyüm o boz iyrənc məxluq, molla ona tərəf dönüb sərt səslə danışdı. Kim göndərib səni, nə istəyirsən bu məsumdan? Varlıqdan xırıltılı, insanı dəli edən bir səs gəldi. Mənə əmr edilib, vaz keçsin, dedilər. Əgər vaz keçməsə canını almalıyam. Molla tərləmiş halda otaqdan çıxdı və bizə o acı həqiqəti sanki üzümə şillə kimi vurdu. Qızım, sənə ən ağır cadu papaz büyüsü edilib. Bunu edən də nişanlının anasıdır. Necə, dedim. Dizlərim yerə dəydi. O mənə şərbəti içirdi, gülərsiz idi. Mənə qızım deyirdi. Molla başını bulladı. O şərbətin içinə ölülərin yuyulduğu sudan qatılıb. Qəbir torpağı qatıb. Qapının ağzına da donuz yağı sürtüb. Sən o evə girəndə tilsimə düşmüsən. Məqsədi səni dəli etmək, xəstəliyə salmaq, Əhməddən ayırmaq və öz bacısı qızını oğlunu almaq imiş. O cin sənə ona görə vaz keç deyirmiş. Anamla donub qaldıq. Bir ana öz oğlunun xoşbəxtliyinə bunu necə edər? Bir insan başqa bir insanın həyatını, gəncliyini necə belə asanlıqla məhv edər? Molla mənə bir muska yazdı. 2 gün sonra gəlin, dedi. O varlıqla son dəfə anlaşma edəcəm. Möhrü qıracam, amma bu asan olmayacaq. 2 gün sonra yenidən getdik. Molla yenə o varlığı çağırdı. Bu dəfə mən də gördüm, otağın küncündə büzülmüşdü. Molla ona dedi, ya bu qızı bırax, ya da səni buradaca yandıracam. Quran haqqı səni kül edərəm. Cin xırıltılı səslə qorxa-qorxa cavab verdi. Mənə əmr edilib, əgər buraxsam mənim uşaqlarımı öldürəcəklər. Mən qan istəyirəm. Qan görmədən getmərəm. Can almadan getmərəm. Molla dedi, mən sənə bu qızın qanını vermərəm, o məsumdur. Amma səni bu işə qoşan, səni əsir edən o qadını və onun ən sevdiyini sənə əvəz verirəm. Onlar sənin olsun. Bu qızdan əl çək. Cin bir anlıq durdu.
Sonra razılaşdı, başını əydi və qara tüstüyə dönüb yox oldu. Molla mənə dedi: "Qızım, qurtuldun. Amma o qadın və oğlu, onların aqibəti pis olacaq. Çünki cadu qayıdıb sahibini vurdu. Qan istəyirəm" dedi, "o qanı alacaq." Evə qayıdanda əllərim əsə-əsə Əhmədə zəng vurdum. Hər şeyi danışdım. "Əhməd, anam bizə bunu edib. Məni öldürmək istəyib, mənə ölülərin suyunu içirib" dedim. Əhmədin səsini gözləyirdim ki, mən bunu həll edəcəm desin. Amma o mənə inanmadı. Səsi çox sərt və soyuq çıxdı. "Zəhra, sən nə danışırsan? Ağzının danışığını bil. Mənim anam namaz qılan, həccə getmiş qadındır. Sən yəqin psixoloji xəstəsən. Dəlixanaya düşmüsən, xəyal görmüsən. Mənim anamı ləkələmə. Sənə inana bilmirəm." Bu sözlər mənə o büyüdən, o cindən daha ağır gəldi. Sevdiyim adam, uğruna öləcəyim adam mənə dəli deyirdi. Ürəyimdə nəsə qırıldı. O sevgi bir anda yox oldu. "Yaxşı Əhməd" dedim göz yaşlarını silərək. "Əgər mənə inanmırsansa, bu iş bitdi. Ananın və sənin günahın boynunuzda olsun. O cadu sizi tapanda məni xatırlayarsan." Nişanı atdım. Üzüyü poçtla geri göndərdim. Nömrəmi dəyişdim. Yenidən Gəncəyə məktəbə qayıtdım. Musqam boynumda idi. Artıq kabus görmürdüm. Dərslərimə sarıldım. Həyatımı yenidən qurdum. Əhmədi unutmağa çalışdım, amma içimdəki yara sağalmırdı. İnsanlara inamım itmişdi. Aradan bir il keçdi, məzuniyyət vaxtı gəldi. Son imtahanlarımdan əvvəl bir gün yataqxanada tualetə girmişdim. Aynaya baxanda arxamda o qaranlıq küncdə bir kölgə gördüm. Qorxub otağa qaçdım. Gördüm ki, musqamı çıxarmışam. Çəkməcədə qalıb. Tez boynuma taxdım və rahatladım. Bilirdim ki, onlar hələ də pusqudadır. Məzun olub Lənkərana qayıtdım. Diplomumu almışdım, amma sevincim yox idi. Bir gün xalamgildə oturmuşduq. Xalamın evi Əhmədin babasının evi ilə qonşu idi. Xalam çay süzə-süzə səsi titrəyərək pıçıltı ilə dedi: "Zəhra, xəbərin var? Əhmədgilin ocağı söndü, kökü kəsildi." "Nə olub?" dedim. Ürəyim çırpındı. Əhməd yazıq uşaq Almaniyada meşə yolunda ölüsünü tapıblar. "Nə?" "Hə, vəhşi heyvanlar parçalayıb. Deyirlər, amma polis qatilini tapa bilməyib. Çox pis şəkildə qan içində ölüb. Boğazını üzüblər. Bunu eşidəndə qanım dondu. Mollanın dediyi yadıma düşdü. Onun ən sevdiyini əvəz etdim. Qan istədi, qan alacaq." "Bəs anası?" dedim. "Anası?" Xalam başını bulladı. "O qadın dəli olub. İndi Bakıda, Maşdağda ruh xəstəxanadadır. Deyirlər ki, palatada divarları dırmaşır. Oğlumu aldılar, qanımı içdilər, indi də məni almağa gəliblər. O qara adamlar buradadır" deyə qışqırır. Heç kimi tanımır, öz nəzislərini yeyirmiş. Həkimlər çarə tapa bilmir. O an başa düşdüm ki, ilahi ədalət deyilən bir şey var. O qadın mənim həyatımı qaraltmaq istədi, amma öz oğlu qurban getdi. Özü isə cəhənnəmi bu dünyada yaşayır. Əhmədə üzüldüm, çünki o da anasının qurbanı oldu. Amma mənə dəli dediyi gün əslində öz ölüm fərmanını imzalamışdı. Mən indi sağalmışam, həyatıma davam edirəm. Amma o günlərin izi hələ də ruhumdadır. Gecələr hələ də işıqsız yata bilmirəm. Sizə deməyəm odur ki, heç vaxt kiminsə xoşbəxtliyinə göz dikməyin. Caduya bitiyə əl atmayın. Şər dönüb dolaşıb sahibini tapar, həm də ən ağırlı yerində. Sağ olun. Əziz dostlar, hekayəmi dinlədiyiniz üçün təşəkkür edirəm. Kanalımı izləmədə qalın. Sağ olun.